şahmatçılar. Deməli biz bugün dünya çempionatında Rapid Fabrisi üzrə ikinci günün Rapid oyunları haqqında kiçik bir icma kimi təqdim edirik. İlk baxdığımız oyun 6-cı turda Azərbaycan şahmatçısı Məmmədov Rauf Ağfigurlarla Erməni Qaribiyan Mamikona qarşı oynayıb. Oyuna nəzər yetirək. AT3, D5, J3, C5, J2, HC6, D4, Y6. Çukur 4 açılışıdır. Adətən J3 sistemlərində bu cür oyunlar belə adlanır. CD, At D4, Fiz C5. Hələ ki oyunun debüt hissəsi, yəni standart düzgün gedişlərlə oynanılıb. CD, YD, At C3, D4. Və burada D4 gedişinə at A4. Çünki at hərəkət C5 xanasına düşmək üçün A4 xanasına hərəkət elədikdə ağların atları aktiv qalır. Fil J5, top Y8, top C1. Ağlar topun C xəttində aktivləşdirir. F6. F6 oynamaqda məqsəd burada Y7 atı bağlamadadır. F6 oynayıb atı azad edir. Fil D2, Fil J4. Fil J4 növbəti gedişlərdə Y2 xanasına. Burada topun qarşısı açılanda müəyyən təhlükələr yarana bilər. H3, Fil H5, at B2, C5. Və dediyimiz kimi ağlar C5 xanasında atı möhkəmlədir. At C5, vəzir B6, B7 xanasına hücum var idi. Vəzir B6 və Azərbaycan şahmatçı Rauf Məmmədov burada B4 gedişini. Aydın məsələdə at B4 olmaz, çünki vəzir B3 şahdan sonra burada at da zərbədə qalır. Əgər at D5-ə gəlib qarşısını kəsərsə, filin bura zərbəsi var və burada rahat şəkildə ağlar oyunu uda bilər. Ona görə qaralar burada B4 xanası vurmur. Fil F7 oynayır. Vəzir A4, A6, top F1, top A2, D8, A3. H6, H4. H4 yəqin ki J5 xanasına piyadanın gəlməyin qarşısına. Fil D5, fil D5, top D5, Y4. Y4 ağlar artıq Y1 xanasındakı topun qarşısına çıxır və ümumiyyətlə piyadanın hərəkət etməsi mərkəzdə çox vacibdir. Burada şah J2. Şah istənilən vaxt buradan təhlükə düşə bilər. Ona görə şah J2-yə qaçmaq lazımdır. Vəzir A7, B5. Ağlar vəzirləri dəyişdirir. At B7, top A8, at D6. Aydın məsələ burada at D6 xanasında yaxşı qalır. Top B8 və top C7. Top C7 çox güclü gedişdir. Top C7-də yəni atlara zərbə edir hərəkata, qaraların hərəkatına və top 7-ci xəttə çox gözəl dayanır. Və at C6 oynayandan sonra fikir versəz, yəni hər iki at bir-birinə asılı vəziyyətdədir. Yəni top hər ikisinə təhlükə yaratmışdır. Fil B4, şah J8, fil C5, H5, top B1, top A4. Top B5, ağlar dəyişir B5 xanasında topları. D3 və fil Y7. Fil Y7 burada o qədər yaxşı gedişdir. Şah F3 gəlib, şahı buraya yaxınlaşmaq daha yaxşı olardı. Fil Y7, D2, at C3. Aydın məsələdir. Qaralar vəzirə çıxmaq istəyir. At C3, D1 xanası müdafiə edirik. At C3, top C4. Top C4-ün yerinə burada daha yaxşı olardı. At Y7 gedişi. At Y7 vursaydı qaralar daha yaxşı olardı. Lakin top C4 çox kobud bir səhv eləyib. At D1. D1-də at piyadanın hərəkəti məhdudlaşır və topun zərbəsindən qaçır. At F2. At Y7. Top Y7. D1 vəzir və burada atı dəyişəndən sonra artıq ağlar 2 piyada üstünlüyü qazanır. Yəni bu oyunu bu səviyyədə şahmatçıların udması elə də çətin deyil. Sadəcə oyunu sona kimi göstərən gənc şahmatçılarımız və həvəskar şahmatçılarımız axıra qədər oyunu görür. Top H8 gedişindən sonra təhlükə A8 piyadanın vəzirə çıxmaqdır. Əgər top A7 vurarsa, burada top H7 gedişindən sonra top gedir və Rauf Məmmədov Ağfigurları qalib gəlir. Biz digər oyuna nəzər yetirsək, Şəhriyar Məmmədiyarov qara figurlarla Le Quang Lem üzərində qələbə qazanıb 9-cu turda. Düşünürəm bu özdə maraqlı bir oyundur. D4, at F6, at C3, D5, C3. Maraqlı bir açılışdır. Le Quang Lem burada biraz nəzəriyyədən kənar gediş edir.
Adeta London sistemində bu cür oyunlar oynanılır. At D2, B6. At Y5. At Y5 xanasında strateji xanadır. Burada imkan olduqca ağlar Y5, qaralar Y4 xanasında atları manevr edilir. Vəzir C7. Maraqlıdır. H4, H5. Yəqin ki H6 istəyir. At C6. Y5 xanasında təzyiq artırır qaralar. J6. Yəni burada topun xəttin açmaq olmaz. Yəni ağlara daha əlverişli olurdu. At D7. Vəzir D6, vəzir D6, F4, A5. J3, fil 6. Yəni altda fili dəyişib, qaralar vəzir cinahından müəyyən oyun planları haqqında düşünür. Topa zərbə var, topa 7, A4. F6. F6 yəqin ki imkan olduqca Y5 xanasından mərkəz açmaq istəyir qaralar. Top D1, top B7, top B7 gələcəyinə lazım olarsa vəzir cinahındansa hər hansı bir plan həyata keçirmək və toplar qoşulaşır B xəttində. B5 istəyirik. Vəzir A2, B5. Nəhayət Şəhriyar Məmmədyanov vəzir cinahından oyunu açır. AB, top B5, B3 və top B7. Top A1, top C7, top F1, vəzir F8, top Y2, F5. J4 xanasına atır. Təhlükə, at F2, at F6. At F6 gəlməyə vacibdir. Çünki buradan at Y4 və J4 xanalarına, çox mühüm xanalara nəzarət edir. Top C8, J4, CD. CD vurub topları xəttə, aksiya xəttində aktivləşdiririk. At D8. Maraqlı ideyadır yəqin ki, belə bir atın marşrutu ola bilər. Hər halda hələ ki Y6 xanası müdafiə edir. Top Y3, FG, at J4, at J4, vəzir J4 və top C3. C3 xanasında topu piyadanı vurub qaralar bir piyada üstünlüyü əldə edir. Vəzir B4, təhlükə həm A5 topuna, həm D4 xanasındakı piyadaya. Top A8 xanası kobud səhvdir. Vəzir D4, şah F1, vəzir D3. Vəzir D3 o qədər də yaxşı deyil. Burada sadəcə kompüter gedişdə göstərir ki, şah F7 gəlib. Əgər burada at hər hansı bir yerə qaçarsa, artıq vəzir D3 gedişi ilə burada rahat oyunu uda bilərik. Deyək ki, şah J2-yə, vəzir Y2, şah J3-ə və növbəti gedişdə vəzir Y1-dən sonra rahat qalib gəlirdi. Vəzir D3 oynayıb, şah F7 oynamayıb. Şəhriyar Məmmədyanov. Rəqibimiz vəzir Y2 gəlib, vəzir H3, vəzir J2 və top C1. Şah F2, vəzir D3, D2 xanasında ata yenə zərbə var. Top D8, şah F7, at F3, top C2. Yəni şahın mövqeyi yaxşı deyil. Ona görə qaralar burada rahat fiquru qurban verib və düşünüb ki, şah J3, top J2, şah J2, vəzir C2, top at vəzirə qarşı, şah J3, şah Y7. Bu məhz burada Lekuan çox kobud bir səhv eləyib. Burada top H8 oynayıb və top H8 niyə səhvdir? Topu sadəcə J8-ə gəlib daha yaxşı bir plan fikirləşmək olardı. J7-dən şah verib sonra H7-dən almaq. İndi burada oyunun ən maraqlı yeri top H8 gedişinin səhv olmasıdır və Şəhriyar Məmmədyanov çox gözəl J5 gedişini oynayır. J5 gedişinin mənası burada bilinir. Artıq at vura bilməz. Vəzir C3-dən şah verir və H8 xanasındakı top zərbiyə düşür. Fj, Y5. Artıq iki piyada hərəkət edir, keçici piyadalar və burada qaraların udmağına elə də mühüm əngəl olmur. At F5, Y3, J6, vəzir F2, şah J4, Y2, at F3, vəzir J2, şah F4, vəzir F2, təhlükə vəzirə çıxmaq istəyir, at bağlamadadır. Şah J4, vəzir J2, vəzir F4, vəzir H1. Burada sadəcə saniyə udurlar hər iki oyuncu. JH, vəzir H6, top J5, şah D6, H8, vəzir H8, şah Y3. Artıq bu rahat qələbədir. Şəhriyar Məmmədyanov burada qələbəni rahat əldə edir. At C2 və Y1-dən sonra qaralar qalib gəlir. Və digər bir oyunumuza nəzər yetirək. Azərbaycanlı gənc şahmatçımız Muradlı Məhəmməd
beynəlxalq qrossmeyster. 9-cu turda Qolam Orimi Mehdi ilə oynayıb, İranlı şahmatçı. D4, D6, at F3, J6. Burada da fil J2'den sonra yəqin ki, burada maraqlı bir oyun alınır. Çünki biraz rəqiblər ehtiyatlı oynuyorlar. At B3, at C6, C4, fil Y6. C4 piyadası təhlükədədir. At A3 müdafiə edir. At F6, fil Y3, vəzir D8. Hər iki oyunun D3 hissəsidir. Vəzir C8, H3 piyadasına hücum var. Və H5. Bu tip mövqelərdə H5 vacibdir. Çünki gələcəyinə burada müəyyən planlar ola bilər. Bəli, at F3-ə at J4. Məhəmməd Muradlı at J4 gedişini eləyir. At J4. Əgər vurmasa at Y3 vurub burada. Həm piyada strukturunu dağıtır, həm növbəti gedişdə fil buradan 2 qat təhlükə yarada bilər. Ona görə məcburdur vurmağa. H2, H2 və at H4. Fil B2. Artıq H4 atı bağlamadadır. Topun bağlamasında. Fil C6, vəzir C6, fil D4, fil A1, vəzir A1, top H5. Topumuz zərbədə idi. Məhəmməd Muradlı topu H5 xanasını hərəkət elətdirir və nəzərinizə çatdırır ki, burada növbəti təhlükə J5 və atın bağlamada olmağından qaralar istifadə etməyə çalışır. J5, at J2, Y5. Y5 filin diagonalını bağlayırıq. Fil Y3, şah Y7. Şah Y7 məqsəd topu H8-ə gətirib boşalaşdırmaqdır. C5, F6. F6 mərkəzi Y5 piyadası və J5 piyadası müdafiə edirik. CD, vəzir D6, at C4. Vəzir zərbədədir. D5, at D2, fil B5, Y2 xanasında təhlükə var. F2, top H1, şah F2, top F1, vəzir F1, vəzir A2. Burada daha bir piyadanı udur. At F3, A5. Artıq getçi piyadalarımız var. İmkan qədər piyadaları daha tez hərəkət elətdirik. Top C8, C5 xanasında filə təhlükə yaradırıq. At G5. Maraqlı bir gediş eləyir İranlı şahmatçı və hətta çox düzgün gedişdir deyərdim. Vəzir F6. Atı qurban verib mövqeyini yaxşılaşdırır. Vəzir də şah E8, vəzir C5. Bəli, artıq yəni bu mövqey əslində heççiyə gedib. Lakin burada vəzir Y2, vəzir Y5-dən sonra şah B8 və vəzir J5 oynayır. Vəzir J5 çox kobud bir səhvdir. Nəzərinizə çatdırım ki, burada daha yaxşı gediş olardı. At D5 gedişi. At D5 gedişindən sonra yəni artıq burada heççidən çıxış yolu yoxdur. Çünki burada vəzir C7, vəzir A5, vəzir D8 gedişləri yaranırdı. Lakin at D5-i rəqib şahmatçı görməyib və burada vəzir J5 kobud səhv gedişinə Məhəmməd Muradlı çox gözəl şəkildə mövqedə istifadə edir. Bax, vəzir D2 gedişi məhz oyunudur. Çünki burada qarşısını kəsənmir, at bağlamadadır və növbəti şah J1 gedişinə Məhəmməd fil C6 gedişini oyunur. Əslində fil C6 o qədər yaxşı gediş deyil. Burada sadəcə vəzir Y1 gedişi ilə daha rahat oynuda bilərdi. Vəzir Y1, şah H2, sonra fil C6 gəlmək olardı. Lakin burada şah J1-ə fil C6 oynuyor. Vəzir Y5 şah, şah A8, şah F1, şah F1 xanasınca A4 getçi piyadanı hərəkət elətdirir. İmkan var. Vəzir C5, vəzir D3 şah, şah Y1, fil B5, Y2-dən mat istəyirik. Vəzir F8, şah A7, vəzir F2 və şah A6. Şah A6 da yaxşı gediş deyil. Burada B6 oynamaq lazımdır. Çünki atı qaçanda şahlardan uzaq olmaq üçün. At C2, vəzir C3, şah D1, fil D3, at D4, A3, at F3 və burada deməli ağlarla oynayan şahmatçı təslim olur. Çünki vəzir A1, şah D2, vəzir B2 gedişlərindən sonra şah məcburdur gəlsin Y3-ə. Vurarıq. Vuranda sadəcə A2 və bundan sonra vəzirə çıxır və qalib gəlir. Deməli, 9 turdan sonra turnir cədvəlində ikinci gün belədir. Şəhriyar Məmmədiyarov 9-cu yerdə qərarlaşıb. Rauf Məmmədov səhv eləmirəmsə
14-15-ci yerlərdədir və digər şahmatçılarımız hələ ki ürəşəcən nəticə göstərmirlər və ümid edirik ki, Əhməd Xaqan qabaq yerlərdədir, gənc istedadlı şahmatçımız. Rəcəbov Teymur ilk 30-luqdadır və növbəti turda şahmatçılarımız uğurlar arzulayır. İmkan olduqca canlı yayımlar edib, müəyyən oyunlar analiz verib və yaxud da belə icma şəklində sizlərə təqdim etməyə çalışacağıq. Hər birinizə təşəkkür edirəm. Növbəti analizlərdə görüşmək ümidi ilə.